Rəhman və Rəhim olan Uca Allahın adıyla, əziz və dəyərli izləyicilər, bu olduğumuz mübarək məkan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kəndidir. Buradakı gördüyünüz türbə Şeyx Əhmədin türbəsidir. Şeyx Əhməd haqqında bunu bizə çatdırırlar ki, Naxçıvanın müxtəlif bölgələrindən həcc ziyarəti üçün gedən insanlar olur. Bizim qonşu kəndlər var, Axura kəndi, Dizə kəndi, Yağcı kəndi. Bu kənddən əvvəllər atla, dəvə ilə 3 aya, 4 aya həcc ziyarətinə gedirdi insanlar. Və bu insanlar həcc ziyarətinə getdiyi zaman orada bir nəfər xəstələnir və qayıtmaq üçün fürsəti olmur. Üstündən bir 10-15 gün keçdikdən sonra həmin şəxs özünə gəlir. Kəbə evinin qarşısına gedib dua edir ki, Allahdan, Allahım, mənə bir yol göstər, fürsət ver, mən öz torpaqlarıma qayıdım. Yuxuda görür ki, Kəbənin bir tərəfində bir nəfər gəlir, namaz qılır, ibadət edir və həmin şəxsə yaxınlaşıb ondan öz torpaqlarına onu aparmasını bildirirlər, yuxuda işarə olunur. Həmin şəxs gəlir, görür ki, Kəbənin müəyyən istiqamətində, yuxuda işarə olunan istiqamətində həmin şəxs durub, eyni yuxuda gördüyü formada namaz qılır, ibadət edir. Sadəcə yuxu olduğu üçün mövzunun üzərinə gəlmir. Təkrar bir də dua edir, Allahım, mənim öz torpağıma, öz vətənimə qayıtmaq üçün fürsət ver, imkanlar ver. Və beləliklə ikinci dəfə eyni yuxunu təkrar görür. İkinci dəfə də yenə həmin yerə gəldiyi zaman görür ki, həmin şəxs, yuxuda gördüyü həmin şəxs orada namaz qılır. Yenə ürək eləyir, yuxu olduğu üçün işin ciddiyyətinə o qədər əhəmiyyət vermir. Yenə təkrar Kəbə evinin önündə dua edir. Allahdan öz torpağına, vətəninə qayıtması üçün ona bir yol göstərməsini istəyir. Üçüncü dəfə də eyni yuxunu görür. Şəriətdə var ki, yəni insan 3 dəfə eyni yuxunu görürsə, bu bir işarədir, bu bir həqiqətdir və gərək ona da o 3 dəfə eyni görülən yuxuya önəm versin, əhəmiyyət versin. Gəlib həmin şəxsə yaxınlaşır, deyir, bəs biz filan yerdən gəlmişik, gəldik, həccimizi etdik, təvafımızı etdik, amma qayıdarkən mən xəstələndim, qayıtmaq üçün imkanım olmadı, burada qalası oldum. Artıq 10-15 gündür ki, buradayam, mənə yuxuda işarə olundu ki, sən məni bu müqəddəs torpaqdan öz vətənimə apara bilərsən. Həmin şəxs də görür ki, artıq bu yuxuda verilən işarələr həqiqətə uyğundur. 3 dəfə adam eyni yuxunu görür və beləliklə buna şərt qoyur. Deyir ki, gözlərini yum, əlini əlimə ver və Bismillah de. Amma səninlə bir şərtim var, sən məndən öz torpağımıza, vətənimizə çatdığımız zaman heç bir şey soruşmayacaqsan. Və bu da bununla razılaşır. Elə ki, Bismillah deyib, gəlib bu Sədərək rayonuyla Dəmirçi kəndinin arasında Piçənək deyilən bir ərazi vardı. Həmin yerə çatanda göstərir ki, bax bu yuxarıda gördüyün kəndlər sizin kəndlərdir, tanıyırsan, bəli, öz kəndinə gedə bilərsən. Bu adam heyrət içərisində qalır. Necə oldu? Yəni bu 3-4 aya məsafə gedilmiş atla, dəvə ilə məsafəni indi bir anın içərisində, buna əslində teyyülərz deyirlər, bir anın içərisində bir Bismillahirrahmanirrahim ayəsini deməklə bu adam gətirdi bu mübarək torpaqlardan, müqəddəs torpaqlardan onu öz vətəninə. Yapışır ki, gərək kimsən, mənə bunu deyəsən. Şeyx Əhməd nə qədər israr etsə də ki, axı bizim bir vədimiz var, sən məndən bunu soruşmayacaqdın. Həmin şəxs əl çəkmir. Nəticədə Şeyx Əhməd deyir ki, bəs mənim adım Əhməddir. Mənə kənd cəmaatı beynamaz Əhməd deyirlər, yəni beynamaz, namazsız Əhməd deyirlər və bu Dəmirçi kəndindən Dəmirçi kəndində yaşayıram. Həmin şəxs öz kəndinə gedir, kənd cəmaatı gəlir. Hələ bunun yoldaşları 2 aydan, 3 aydan sonra gələcəklər. Hamı tökülür, bunu ziyarət edirlər, əlindən öpən, üzündən öpən, ayağından öpən ki, hacımız gəlir, hacımız üstü bir qarşılamayla qarşılayırlar. 3 gün bunun ziyarətçiləri bitdikdən sonra bu adam deyir ki, əslində ziyarət olunması adam mən deyiləm. Dəmirçi kəndində Əhməd adında bir nəfər var, beynamaz Əhməd deyirlər adına. Gəlin gedəyin, həmin şəxsi ziyarət edir. Və beləliklə həmin həcdən gələn şəxs və kəndin ağsaqqalları gəlirlər Dəmirçi kəndinə. Kənd cəmaatından soruşurlar, görürlər kənd cəmaatı biraz soyuq münasibət göstərir. Çünki əksəriyyət insanlar namaz qılır kənddə. Amma Əhməd ağa, yəni Şeyx Əhməd namaz qılmadığı üçün buna beynamaz Əhməd deyirlər, namazsız Əhməd deyirlər. Və beləliklə də soruşurlar, deyirlər ki, o adam namaz qılmayan şəxsdir və bu günləri onun 3 mərasimidir. Dünyasını dəyişib 3 mərasimidir. Gəlirlər hüzürə, görürlər, hüzürdə də bir soyuqluq vardı. Həmin ağsaqqallar həcdən gələn şəxs kənd cəmaatını girir və kənd cəmaatı deyir ki, bax sizin o beynamaz dediyiniz şəxs, namazsız dediyiniz şəxs əslində bir Allah dostuydu, bir övliya idi və məni həcc ziyarətindən bir an içərisində
o biçənək deyilən əraziyə gətirən şəxs odur. Həmin o Əhməd ağanın, Şeyx Əhmədin məzarı buradadır və o böyük övliyalardandır, Allah dostlarındandır. Bildirilir ki, gündəlik qılınan namazlarını gedib Kəbədə qılıb gələrmiş. Hər nə qədər bu insanlara inandırıcı olsa da, olmasa da biz burada buna bir söz deyə bilmərik. Amma həqiqət bundan ibarətdir ki, tarixdə bu cür övliyalar olubdur. Əslində şeytan Allahın düşməni olduğu halda Allah'tan fürsət istəyir, dünyanın bu başından o biri başına gedə bilim. Belə bir fürsəti olduğu halda Allah'ın dostu olan, övliyası olan, vəlisi olan Şeyx Əhməd də Allah'a dostluğuyla, övliyalığıyla, vəliliğiyle gedib namazlarını Kəbə evində qıla bilirdi. Əziz dostlar, əziz izləyicilər, əslində Allah öz dostlarını bəzən insanların içərisində gizlədir. Bir neçə şey vardır. Bir neçə şeyin içərisində gizlədər, öz övliyalarını, öz dostlarını da insanların içərisində gizlədər. Bizə düşən vəzifə qarşımıza çıxan insanlara dəyər verməkdir, insanları aşağılamamaqdır, insanları üstün görməkdir ki, əslində hər qarşımıza çıxan insanların içərisində də Allahın övliyaları var, Allahın dostları var, biz bilmirik. Allah sizi qorusun, Allahın nəzəri, rəhməti, bərəkəti daim üzərimizdə olsun. Allah bizi özünə düşmən olanlardan deyil, onun yoluyla gedib, sırat-ı müstəqimdə olub, Rəsuluna, Əhl-i Beytə tabi olub, ona dost olan qullardan, bəndələrdən olmağı nəsib etsin.